Herkese selam dostlar. Merhabalar. Yepyeni videoma hoş geldiniz. Bugün sizlerle birlikte, daha doğrusu yanında Cəfər də var. Bu günləri Cəfərlə ikimiz burada yaxşı bir dənə ev tikəcəyik. Həyatda qalmağa çalışacağıq. Bəli. Salam Cəfər. Salam. Nə varsa, nə edirsən? Sağ ol, sən nə var? İndi izləyicilərimizə nə deməlisən? Like qoyub abunə olsunlar. Bəli, i butonundan, buralardan bir yerdən də Cəfərin kanalına abunə olmağı unutmayın. Yəni ona abunə olmağı 100%. İndi isə keçək video. O yaxşıdır, xırdalardan tap da. Yaxşı. Xırda olsun, çox böyük olmaz. Təbiətdən tapdığım şeylər. Lapatka. Belə bir qab. Yəni su doldurma olar buna. Buna su doldura bilərik. Əlbəttə şiş. Sonra like koyun. Yapardır. Fakat iyi. Bunu da bırak. Böyle bir şeyler var burada. Bunu bura böyle eləsə çok mümkün olur. Ay Allah. Ben de yaxşıdır görsən, hə? Bence de. Sır. Ancak bunun üstünde bağlaya biləcəyik də. Şimdi bağlamam lazım bana. Bəli. Bir dənə bura vurmalı taxta salıb belə. Oradan bura bırax. Bu necədir? Mükemmel. Yan biraz tatlıydı. Başqasına baxayım. Buradan deyəcəm. Bak görək hansı uyğundur. Biraz zoomdur. Tam uygun. Birinci on qadağlarını istəyir. Vay, tam buranın uyğundur. Bəs işarət edir dostlar ona. Bura bir dənə gipsə lazım, iki bağlayaq. İp. İpdən tutub qaldı. Güzel. Sen ipi tut. Dostlar belə yerdə sizə diqqətli olun, təhlükəsizliyi qoruyun. Sen bağlı ol onu. Hansı taxtalar? Ne? Ha, yukarıların bir de onu. Ha. Dostlar evimizin hal-hazırda yarısını eləmişik, baxın. Çox mükəmməl bir ev. Baxın belə. Hələ ki buna təməl deyirlər və təməli hələ ki qurmuşuq. İndi isə üstün başını birazdan düzəldəcəyik. Bağlayaq mı bura? Ha. Bağlaya biləcəyik. İpten ver. Şöyle bilirsən. Kaldır o tarafını.
Dostlar, elə bu ev yaxşı oldu. Bir çox həyatda qalma videosunda elə burada eləmək olar. Dostlar, hal-hazırda indi ocağın təməlini isə mən qururam. Təbii ki də mənim yaşım az olduğundan ocağımızı Cəfər yandıracaq. Burada dostlar, ocağın içindən şey var, odunlar var. Orada bir şeyler de qırışır. Birinci dostlar, bura süpürürəm. Çünki bunlar artıq bizə lazımdır. Yaxşı da maşallah süpürəcəm. Bu süpürcə deyil. En vacip şey nedir? İstilik. Dostlar, saz da çox ağırdır. Səliqəli, səhmanlı. İndi isə biraz da Cəfərə tərəf gedək, görək Cəfər nə var. Dostlar, gördüyünüz kimi də Cəfər elə bir qapı düzəldib. Kapı düzəldə baba. Hə. Çox gözəl yəni. Bir ev. Çok yüngül tahtalardı baklar. Verim Cəfər. Bir dənə gəl bunu bura bırak, sonra ver. Şu. Şöyle. Bir dənə də ortaya nasıl tapaq. Dostlar, gördüyünüz kimi evimizin çatısı da var. Halaldı bizə. Axır ki bu hayatta qalma videosunda yaxşı bir evimiz olacaq. Və bunu da sağ olsun Cəfər düzəltdi ikimiz. Aslında bu yarpağı da bir müddətliydi. Quruyub antışıydı. Güzel. Bunu demək asa bilərik. Burada qalmaq üçün. Tamam. Şuna da ata bilərəm. Sen yana tərbiyə. Məncə şuna at ki, küləyə vurmasın da. Məncə. Yanlardan. Elə yığ. Gətir üstünə. Ben oradan biraz verme. Aç. Dur qıralım. Manyak. Manyak biri. Dostlar, bunlar da mənim cehizlərim. Dostlar, baxın yəni. Qalb qaşı. Ver lapatka. Şurada lapatkamız var.
Bəli. Bomba kimi. Gəl ocağı da qalıyaq. Ocağımız da qalıyaq, evimiz hazırdır. Bəli. Hava qaralıq çünki. Ocağın yanında, evin yanında çünki ocaq olmalıdır. Dostlar, boçqanı doldurma. Hər üzüm olmuşsan. Təmiz sudur o. Aha. İçi təmizdir. Daha yazan biləsən təmizləyək. Belə asır o dostlar bunu. Gördüğünüz kimi Səfər yandırır. Sonra hazırda Səfər sağ olsun yandırır. Və bir şey olsa hər şey suyumuz da var. Tez söndürəcək. Suyu da qoyuruq yanına. Yanına ki nəsə olsa tez söndürməyə. Sonra elə bilər ki, bura meşədir. Yəni bir çox tanıyar yəqin ki, bura evin yanıdır. Yəni həmişə burada çəkmişəm. Bir şey olsa da yəni suyumuz bu olur. Təhlükəsizliyimizi artırmaq üçün qıraqlarına daş tökürük ki, alışıb içinə yağmasın. Siz də heç eləməyin belə şeylər. Yəni təhlükəsizliyinizi qoruyun. Cehizlərimi yerbəyer edirəm. Şiz adamsın. Zinamın içinə. Bura mənim artıq şkafımdır. Evet, sonra ne var? Yerden oradan bir şey var. Ana ne skoçu bırak. Bunda ağzın bağlıyorduk verensine. Oldu şkaf. Nasıl burada böyle? Dostlar hazırda Səfər getmir. Və mən də özümə bir dənə yemək üçün şey axtarıram burada. Heyvanın zatdan ne olsa bir dəqiqə yiyeceğim. Burada bizim göz alçamız var. Burada. Svej. Neyse gedim bu yiyeyim bir daha yaxşısı.